Yenə də bunların da hamısı mən Qurana əsasən mənimsəmişəm. Yəni mən o həddi keçmək istəmişəm ki, biz nə edirik? Biz bir fikir tapırıq və daha sonra Qurandan onu isbat edəcək ayə axtarırıq. Ki mən bu fikri necə isbat edim? Mən belə bir fikrə gəlmişəm ki, insanlarla sərt olmaq lazımdır. Onlara yerini bildirmək lazımdır. Gələcəm, ayə axtaracağam, bir Quran oxuyacağam ki, qoyun sizdə qilzə, qəlizlik görsünlər deyəcəm. Bax, onu Allah bunu tələb edir məndən. Yox, mən əlhəmdülillah o addımı çalışmışam ki, atım ki, Quran mənə nə deyirsə, mən həyatımı ona formalaşdırım. Nəinki əksinə. Və mən, məsələn də, filan kəsdir, mən necə rəftar edim? Açmışam, baxmışam, necə rəftar edə bilərəm? Bu cür, görmüşəm, bu mənim təbiətimə uyğun deyil. Uyğunlaşdırmağa çalışmışam. Bəqərə surəsi 138-ci ayədə oxuyuruq ki, Sıbğatallah, Allahın boyası, rəngi və mən əhsənu minəllahi sıbğa. Allahdan, Allahın rəngindən daha gözəl rəng kim verə bilər? Yəni, məsələ burasındadır. Mən Quran ayələrini deyirəm ki, bax, bunu niyəsə boyayaq. Məqsədim budur ki, ilahi boya olmadıqda biz hamımız tələf olmağa məhkumuq. Hamımız tələf olmağa məhkumuq. Ona görə mən də bu həyat fəlsəfəmdən biri də budur ki, hara çatdımsa bura bir ilahi boya vurmaq lazımdır. Ay Allah, mən varam ha, ay Allah, mən buradayam ha, ay Allah, məni görürsən, məsəl üçün, insan harada olsa, bütün bizdə də peyğəmbərlər hara getsə də, əllərini qaldırıblar ki, ilahi, mən buradayam ha, mən buradayam ha. Bütün peyğəmbərlər bilirsiniz. Məsələ burasındadır ki, mən bir dəfə bunu statusda yazmışdım, mənə etiraz elədilər. Musa peyğəmbərin söhbətində baxın, məsələn, o Qibtini vurdu, yumruqla öldürdü. Sonra neynədi? Xaifən yətərəqqəb, qorxdu, qaçdı. Ki, ilahi, mən onlardan adam öldürmüşəm, ilahi. Bütün bu proseslərdə, baxın, Musa peyğəmbər bizim hədislərə əsasən fiziki cəhətdə peyğəmbərlər arasında daha qüvvətli peyğəmbər olub, fiziki baxımdan. Lakin biz görürük ki, daim qaçır bu adam. Allah deyir, hara qaçırsan? Yox, qaçır. Hətta o deyir ki, ailəsinə deyir ki, od gətirim sizə, odu da görəndə qorxub qaçır. Deyir, hara qaçırsan? Allah Taala deyir. Firon və onun əlaltıları hamısı gəlirlər. Artıq an qalıb ki, onu ələ keçirsinlər. Və Bəni İsrail təşvişə düşdü. Təşvişə düşdü ki, bizim işimiz həll oldu. Bizi tutacaqlar. Musa peyğəmbər əsasına yapışdı. Dedi, Allah mənimlədir. Təkamül yolu. Həmişə qaçan, həmişə problemdən uzaq olan, hamı qaçdı o əsası ilə deyəndə ki, Allah mənimlədir. Burada da məqsədim odur ki, yəni ilahi, bizim məqsədimiz budur. Yəni biz neyəsə boyamaq istəyirik və salam, mən